Bugün sizi uşaq ədəbiyyatının 3 nümunəsindən tanış etmək istəyirəm. Birinci kitab Alan Alexander Milne'nin məşhur Winnie Pooh əsəridir. Winnie Pooh bu oyuncaq ayı balasını uşaqdan böyüyə qədər hamı tanıyır. Onun dostları da var. Christopher Robin, Fındıq Burun, Bayquş və Dovşan və digər dostları. Artıq bizim oxucular da Azərbaycan dilində Winnie Pooh'u oxuya bilərlər. Burada illüstrasiyalar da yenidir. Yəni bizim Winnie Pooh obrazını gördüyümüz çizgi filmlərində həm Sovet, həm də Disneydəkindən tamam fərqli obrazlardır. İkinci kitab isə Azərbaycan ədəbiyyatına məxsusdur. Vaqif Səmədoğlu Bum Bum. Adətən Vaqif Səmədoğlu'nun əsərləri böyüklər üçün olub. Bu isə 1967-ci ildə yazılmış uşaqlar üçün bir əsərdir. Əsər bununla başlayır ki, dovşanlar meşədə bir səs eşidirlər. Bum bum səsi və bunun hardan gəldiyini bilmirlər. Bütün meşədə yaşayan heyvanlar əl-ayağa düşür və bu səsin nə olduğunu axtarırlar. Spoiler vermək istəmirəm, kitabı oxusaz bum bum səsinin hardan gəldiyini bilə bilərsiniz. Üçüncü kitabımız isə müasir uşaq ədəbiyyatının məşhur nümayəndələrindən olan Reyhan Yusif qızının Diribaş Qızlar Klubu kitabıdır. Bu kitab xüsusən yeniyetmələr üçün nəzərdə tutulub. Burada 5 qızın hekayəsindən danışılır. 5 maraqlı qızlardır, hərəsindən öz xüsusiyyəti var, öz xarakteri var və onlar özləri arasında bir klub yaradırlar. Adını qoyurlar Diribaş Qızlar Klubu. Mən bu kitabı oxumuşam, qızımla birlikdə oxumuşam və hər ikimizin çox xoşuna gəlib. Mən hesab edirəm ki, bu yeniyetmələr üçün çox maraqlıdır. Çünki burada yeniyetmələrin problemlərinə, onları əhatə edən hansı bir hadisələrə mühüm rol ayrılır. Bu kitabı da yeniyetmələr oxumağa tövsiyə edirəm. İstər xarici ədəbiyyatı olsun, istər klassika, istər Azərbaycan ədəbiyyatı, kitab oxumağı daima davam edin. Hələlik!